Peyğəmbərin gül cəmallarına salavat zikr edin. Ərvah-ı ənbiya vəl-mürsəlin, ərvah-ı şühəda və siddiqin, öz dünyadan gedənlərimizi salavatla yad edin. Ağa İmam Hüseyin əleyhissalamın, yar-ı ənsarının, pak, mütəhhər ruhlar haqqında salavat zikr edin. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Bari'il halaiq ecma'in ve ba'isil enbiya'i vel mursalin. Khaliqis semavati vel aradin. Vessalatu vessalamu ala seyyidina ve nebiyyina Ebil Qasim Muhammed وإترته الطيبين الطاهرين المعصومين المنتجبين ولعنة الله على أعدائهم ومنكر فضائلهم أجمعين من الآن إلى يوم الدين أما بعد. قال الله تبارك وتعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم ويقول الذين كفروا لست مرسلا قل كفى بالله شهيدا بيني وبينكم ومن عنده علم الكتاب صدق الله العلي العظيم. Allah Tebareke ve Teala azalarımızı kabul eləsin inşallah. Allah Teala bizleri bağışlasın, imanımızı qavi eləsin, Əhl-i Beytə qarşı bizleri məhəbbətli, qulaq asan, onların itaətində olanlardan qərar versin. Ağa Əmirəl-Mümininin və Əhl-i Beytə Ətharın məhəbbətləri ilə qəlblərimizi nurani eləsin. Onların mühibbilərindən, onların mutiilərindən olaq inşallah. Süst möminlərdən bizi qərar verməsin Allah Teala. Ayə-i şərifə ki oxudum, mən məsələ-i şər'i deməyəcəyəm. Çünki bu elə söhbətin içərisində bir məsələ-i şər'imiz olacaq, elə ona kifayətlənirəm. Ayə-i şərifə ki oxudum, Ağa Rəsulullah sallallahu aleyhi və səlləmin risaləti haqqında nazil olan ayələrdəndir və Ağa Əmirəl-Mümininin vilayəti haqqında nazil olan ayələrdəndir. Ki Allah Təbarəkə və Teala buyurur və yəqulullezine kəfəru lestə mürsəla. Peyğəmbər, onlar ki kafirdirlər, onlar deyərlər ki, sən Peyğəmbər deyilsən, ləcazət eləyərlər, küfr edərlər, Peyğəmbərə qarşı etiraz eləyərlər. Bütün zəmanələrdə belə olubdur, Adəmdən tutmuş ta xatəmə qədər, bizim Peyğəmbərimizə qədər, nə qədər Allah tərəfindən Peyğəmbər seçilibsə, ona etiraz olubdur. Elə bir Peyğəmbər tapılmayıbdır ki, o desin, hə, hamı qoşulsun ona, gəlsinlər. Həmişə cəhalətlə üz-üzə dayanıblar Peyğəmbərlər. Cəhalət, alimlərimiz də o cür olubdur ya, ta bu günə qədər, nə qədər alim olubsa İslam aləmində həmişə cəhalətlə
üz-üzə olublar. Nə qədər zəhmətlər, əziyyətlər çəkiblər. Elə bu yaxın zamanlarda da elənsini olubdur. Bugün də elədir. Ta qiyamətə qədər bu şey davam eləyəcək. Niyə görə? Çünki cahilin qəlbini şeytan tez oğruyur. Alimə yol tapa bilmir. Alim hər bir şeyi qanunla bilir. Bilir ki, bu şey belədir. Amma cahilin qəlbini çox tez oğruyur. Deyir ona ki, get genən o ağaca bir dənə parça bağla ginən, onu pir elə ginən. Görürsən, getdi bir dənə tut ağacına, bir dənə ağaca bir dənə parça bağladı, pir elədi, döndü oldu bura bir dənə pir. Cahil belədir. Amma alimə yol tapa bilmir. Həmişə cəhalətlə elm mübarizədə olubdur. Bütün tarix boyu beləncini olubdur. Necə ki, gecə ilə gündüz mübarizədədir. Gecə gündüzə qələbə çala bilmir. Gündüz işıqlanır, hər bir şey aşkar olur. O elmidir. Gecə gəlir, o işıqlanmağın üstün örtür. Bir para yerləri gizli saxlayır. Həyat budur, həyat beləncini olubdur. O cümlədən də bizim Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm mübarizədə olubdur, şirklə, cəhalətlə mübarizədə olubdur. Və o cahillər deyiblər ki, sən Peyğəmbər deyilsən. Çoxlu möcüzatlar Peyğəmbərimizdən baş veribdir. Yenə də qəbul eləməyiblər. Qul kəfə billahi şəhidən beyni və beynəkum və mən indəhu ilmül kitab. Deginən, ey Peyğəmbər, kifayət edər sizlə mənim aramda, mənim risalət mürsəl olmaqlığıma, yəni rəsul olmaqlığıma kifayət edər Allahın şəhadəti, Allahın şahid olmaqlığı və bir də o kəsi ki, kitabın elmi onun yanındadır. Elmi kitab onun yanındadır. Hər bir şeyə Qur'an-ı Kərimin məntiqi vardır. Bir məntiqi ilahi vardır. Elə qanuni də məntiq odur. İnsan gərək dəlilsiz heç bir şeyi qəbul eləməz. Gərək dəlil ola ki, insan qəbul eləyər. Bir dəfə o şeylər ki var, misal üçün insan gözü ilə görür ki, bəli, günəş çıxıbdır, da buna dəlil istəməz. Amma görürsən ki, şəriət-i mütəhhərədə Ramazan ayının əvvəlini ya axırını sabit eləməkdən ötürü ayı görməkliyə ehtiyac vardır. Orada deyir ki, 2 dənə şahid olsun. Gərək bürhan olsun. Qur'an-ı Kərimdə buyurur ki, bürhansız heç bir şeyi qəbul eləmir. Misal üçün, Surə-i Bəqərədə Allah Təbarəkə və Teala buyurur ki, onlar ki, Yəhudilər və Nəsara deyirlər ki, lən yədxuləl cənnətə illa mən kânə yəhudiyyən əv Nəsara. Daxil olmayacaqlar behişdə, məgər o şəxsləri ki, onlar ayəni öz yerindən oxuyaq, salavat zikr eləyək. Bəli, orada ayə-i şərifədə Allah Təbarəkə və Teala buyurur ki, Yəhudilər belə deyirlər. Bəqərə surəsinin 111-ci ayəsi. Və qalu, lən yədxuləl cənnətə illa mən kânə hudən əv nəsara. Daxil olmaz behişdə. Onlar deyərlər, daxil olmaz behişdə heç vaxt illa mən kânə hudən əv nəsara. Məgər ki, onlar Yəhudi ya Nəsara olalar. Yəhudi və Nəsara olsalar, onlar behişdə daxil olacaqlar. Allah Teala buyurur ki, tilkə əmaniyyuhum. Bu onların arzularıdır. Əsassız arzularıdır. Qul, deginən Peyğəmbər, hatu burhanəkum in kuntum sadiqin. Gətirin, gəlin dəlili bizi, əgər siz düz deyənsizsə. Hatu burhanəkum. Dəlil gətirin, gəlin sözümüzə. Hər bir kəs bir söz deyirsə, dəlil gətirib gələr. Görərsən,
İndi yoxdur, qədimdə var idi belə bir şeylər. Mənim yadıma gəlir, Allah rəhmət eləsin, burada olan alimlərdən dəlil bir söz deyərdilər ki, bu sözün dəlili nədir? Dəlili nədir? Bu söz ki, sən deyirsən, hardan deyirsən bunu? Yəni, alim də danışanda ondan dəlil istəyərlər. Bəs hər bir zamanı, hər bir yerdə dəlilsiz heç bir şeyi qəbul eləməzlər. Məntiqsiz olaraq heç bir şeyi qəbul eləməzlər. Və Peyğəmbərin də risalətindən ötürü Allah Teala buyurur ki, sənin bürhanın var, dəlilin var Peyğəmbər. O dəlil nədir? 2 dənə şahidin. Sənin Peyğəmbər olmaqlığına 2 dənə şahid var. Biri kimdir? Biri Allah'dır. Allah Teala Peyğəmbərimizin Peyğəmbər olmaqlığına şahiddir. Amma nə cürə şahiddir Peyğəmbər? Allah Teala nə cürə şahid olur? İndi buradan da elə görürsən ki, bizim o fiqhi məsələmiz çıxır meydana. Biz necə olur müctəhidlərin, məraceyinin sözünü dəlilsiz qəbul edirik. Müctəhidlər deyir, dəst namazı belə al, namazı belə qıl, xumsu belə ver, zəkatı belə ver, filan orucu belə tutqunam. Bütün nə qədər ki, bu 3000 neçə yüz dənə məsələdir, Risalə-i Tovzihil Məsaildə yazılıbdır. Biz onları dəlilsiz qəbul edirik. Necə olur biz bunları dəlilsiz qəbul edirik? Amma halon ki, Quran deyir ki, dəlilsiz heç bir şeyi qəbul eləmiyor. Burada məsələ başqadır. Əqidə məsələlərində, üsul-i din məsələlərində dəlilsiz biz heç bir şeyi qəbul eləmirik. Amma dəlil 2 cürədir. Bir var dəlil ki, dəqiq olar, müəyyən olar. Bir də dəlil-i icmalimiz var idi. Dəlil-i icmali. Dəlil-i icmali nəyə deyərlər? Dəlil-i icmali buna deyərlər ki, misal üçün, əgər mən xəstələnmişəmsə, müraciət eləyirəm bir dənə həkimə. Bir həkimə müraciət eləyəndə o həkim məndən ötürü müayinə eləyir və nüsxə yazır. Nüsxə yazır məndən ötürü və o nüsxədən mən dərman alıram və öz dərdimə çarə eləyirəm. İndi mən həkimə deyim ki, sənin dəlilin nədir məndən ötürü bu dərmanı yazmışsan, bu nüsxəni yazmışsan. Onda həkim gərək o tibbi məsələləri mənə neynəsin? İzah eləsin. Bir dənə məndən anatomiya dərsi keçsin. Həkim gərək məndən bir anatomiya dərsi keçsin və ondan salavat və mənə lazımdır ki, həkimə deyim ki, ay həkim, sən o dəlilimi götür gəl ki, mənim dərdim budur və dərmanım budur. Onda gərək həkim məni ilə anatomiya dərsi keçsin. Və bütün xəstələrlə belənçini olanda, dəlilsiz bir şeyi qəbul eləməyəndə, onda gərək bütün hamıyı geçsin, həkimlik oxusun. O cümlədəndir elə başqa sahələrdə. Başqa sahələrdə belənçini, fiqh-də elədir. Ağa, sən niyə görə deyirsən ki, dəst namazın suyunu buradan tökmək lazımdır? Ağa sənə sübut eləməkdən ötürü, dəlilləri gətirməkdən ötürü, gərək bir dənə əvamun nasdan ötürü bir məktəb açsın, hamı geçsin o Hovza-i Elmiyyədə oxusun və bilsinlər ki, dəstəmazın suyunu buradan tökmək lazımdır. 3000 neçə yüz məsələnin hamısını öyrənmək. Onda aləm, dünyanın işi hamısı bir-birinə qatışar. Gərək hamı hər bir işini tərk eləsin, geçsin Hovzada oxusun, fəqih olsun, müctəhid olsun hamı. Ta dəlilləri bilməkdən ötürü. Bəs bizim bir dəlil-i icmalimiz vardı. Dəlil-i icmali bundan ibarətdir ki, hər bir məxsus bir işdən ötürü onun mütəxəssisinə müraciət eləsən, o mütəxəssis sənə nə desə, o ilə hüccətdir. Həbi sahə belədir. Misal üçün, elektrik işlərindən müraciət eləyirsən o elektrik işçisinə, o mantor deyirlər bizdə, mantora müraciət olunur. Maşındır, görürsən çilingərə müraciət eləyirsən, ya o
elektrikə müraciət edirsən. Hər bir sahənin öz mütəxəssisi vardır. Amma bununla mütəxəssisin sözünü dəlilsiz qəbul eləməkdən ötürü bizim dəlilimiz vardı ki, bəli. Niyə görə? Çünki ictimaiyyət bəhəm vurar, hər bir şey aradan gedər və mümkün deyil bu işləri bu cürünə dəlillə qəbul eləməkdir. Amma bəzi şeylər vardı ki, onlara dəlil lazımdır. Misal üçün, nə kimi Peyğəmbərin Peyğəmbər olmaqlığına dəlil istəyər. İmamın imam olmaqlığına dəlil istəyər. Ayın sabit olmaqlığına bəzi mövzui şeylər vardı ki, onlara hamısına dəlil istəyər. O cümlədən də Allah təbarəkə və təala buyurur ki, Hatu bürhanəkum, bürhanınızı gətirin gəlin, dəlilinizi gətirin gəlin. İndi Allah təbarəkə və təalanın şəhadəti nə cürədir? Allah nə cürə şəhadət verir? Bəli, mən şəhadət verəndə bir şeyə gəlib deyirəm ki, ağa, filan kəslər, mən ayı gördüm, bu cürə idi, bu cürə idi, bu cürə idi. Mən şəhadəti belə verirəm. Amma Allah təbarəkə və təalanın şəhadəti nə cürədir? Allah təbarəkə və təalanın şəhadəti Peyğəmbərlərin Peyğəmbər olmaqlığına bu cürədir ki, Allah təbarəkə və təala bir para insanların qudrətindən xaric olan bir feilləri Peyğəmbərlərin ixtiyarına qoyur, onlara deyərlər möcüzə. Və illa Peyğəmbər özü möcüzə göstərə bilməz. Allah ona verir ki, bəs bunu göstər, ta bilsinlər ki, sən nəsən? Peyğəmbərsən. Misal üçün nə kimi? Misal üçün ağacın şəhadət verməkliyi kimi, ölülərin dirilməkliyi kimi, əsanın gəlib əjdaha olmaqlığı kimi, ya misal üçün Qur'an-ı Kərim kimi, ya misal üçün ayın bölünməkliyi kimi və s. Bu möcüzatlar ki vardır, bunlar insanlar bilərlər ki, bu xariqül-adə bir işdir. Yəni, heç bir kəs bu işi görə bilməz. Bizim Peyğəmbərimizə də Allah təbarəkə və təala bir para möcüzələr vermişdi. O möcüzələrin ən ümdəsi, ən dəyərlisi, ən başda olanı Qur'an-ı Kərimdir. Qur'an-ı Kərim bir kitabdır ki, heç bir bəşərin qudrəti çatmaz onun misalında bir dənə ayə gətirib gəlsin. 6000-dən yuxarı ayə vardır. Bir dənə ayə götürə bilməz bəşər. Allah təbarəkə və təala Qur'an-ı Kərimdə neçə yerdə buyurur: "Və in kuntum fi reybin mimma anzalna ala abdina fa'atu bi suratin min mislihi vəd'u şühədâəkum." Bir dənə surə gətirin gəlin, bir dənə ayə gətirin gəlin, əgər siz şəkk edəsinizsə bizim əbdimizə nazil edədiyimiz kitabda. Bir dənə ayə gətirin, bir dənə surə gətirin. Vəd'u şühədâəkum. Və bu işdə özünüzə köməkçilər çağırın, min dunillah in kuntum sadiq. Allahdan başqa şahidlərimizi çağırın, kömək eləsinlər sizə. Və başqa yerlərdə də bu cürünə ayələrimiz vardır ki, əgər şəkk edəsinizsə ki, bu Allah tərəfindən nazil olub ya olmayıb, bir nəfər belənçinə bir dənə ayə yazsın, bir dənə surə yazsın. Və o surəni yazmaqlıqda insi cinni əlbəəl versinlər, bir-birinə köməkçi olsunlar, bir dənə ayə yazsınlar. Tarixdə olubdur, yazıblar, abırları gedibdir, çünki yaza bilməyiblər. Müntəhəl Amal kitabında, Allah rəhmət eləsin, Şeyx Əbbas Qummi onlardan bir neçəsini gətirib gəlib. Həqiqətən baxanda insan görür ki, bu heç Qur'anın həndəvəri yox, abırların aparıblar. Salavat zikr eləyək. Bəs Qur'an-ı Kərim Peyğəmbər Xuda sallallahu aleyhi və aleyhi və səlləmin möcüzatından biridir və Allah Teala'nın şəhadətidir. Şahiddir Allah Teala Peyğəmbərin Peyğəmbər olmaqlığına.
Və ondan əlavə elə möcüzatlar da vardı ki, bu əhli elm içindir. Qur'an əhli elmidən ötürü. Onlar ki, gözləri görür, ağılları işləyir. Amma bəzi insanlar ki, onlar cahildilər, onlara qarşı da Allah Teala bir para dəlillər göndərdi. Misal üçün nə kimi? Gəldilər Peyğəmbərimizə dedilər ki, sən bizdən ötürü möcüzə göstərginən. Dedi, nə istəyirsiniz? Dedi ki, o ay ki vardı, bədirlənib, onu böl. Ağa Resulullah sallallahu aleyhi və səlləm buyurdu ki, aya mən onu bölsəm, siz iman gətirəcəksiniz mənə? Dedilər, bəli. Həzrət çıxdı Əbu Qubeys dağının üstünə. Orada namaz qıldı, dua elədi. Allah Teala əmr elədi ki, ay bölünsün. Ay bölündü, hamı gördülər. Dedilər ki, Muhammed bizim üçün sehr elədi. Cəhalətdə axı. Ağa Əmir əl-Müminin buyurur, gənc yaşları idi, 11, 12, 13 yaşı var idi Həzrətin. Deyir, Resulullahla gəlirdik, müşriklər kəstilər bizim qabağımızı ki, sən ki deyirsən Peyğəmbərəm, Peyğəmbərin möcüzəsi olar. Dedi, nə istəyirsiniz? Dedilər ki, o ağac ki var orada, o gəlsin sənin Peyğəmbərliğine, dilə gəlsin, şəhadət versin. Dedi, yaxşı. Həzrət namaz qıldı və işarə elədi, ağac çıxdı yerindən, böyük bir ağac idi. Ağac çıxdı yerindən. Həzrət Əli əleyhissalam buyurur ki, ağac elə şaqqıltı ilə gəlirdi ki, insanı vahimə bürüyürdü. Gəldi Peyğəmbərə təzim elədi. O qədər əyildi ki, onun üstündəki şaxələr mənim çiynimə düşdü. Və nitqə gəldi Peyğəmbərin Peyğəmbər olmaqlığına şəhadət verdi. Və Peyğəmbər işarə elədi, o ağac qayıtdı, getdi yerinə. Həmən o ağacın yerində bu günləri bir dənə məscid tikiblər. Ona məscid-i şəcərə deyərlər. Mən bu illəri hacıları aparmışdım ora. Bəli. Yenə də dedilər ki, Peyğəmbər sehr eləyir. Bizə göz bağlayır. Budur. Allah Teala möcüzə ilə Peyğəmbərə bir para şeylər verir ki, kimin qüdrəti çatar bir ağac çıxsın yerindən gəlsin, insana şəhadət versin. Kimin qüdrəti çatar ki, ayı bölsün. Hələ aya çıxıblar, çıxmayıblar, bu şübhə altındadır. Aya ki, gediblər, deyirlər ki, aya gediblər, 60-70-ci illərdə aya gedirdilər, ha. Hələ o getməklikləri şübhə altındadır. Çünki bir çox astronomiya alimləri təksib edirlər onların getməkliyini. Ki, Amerikanlar gediblər, deyirlər, yalandır, bu söz olmuyor, bu şey olmayıbdır. Ona NASA agentliyi çəkib yer üzərində bir şeylər göstəribdir ki, hansı ki, kölgələri ilə göstərirlər ki, bu şey düz deyir. Bunlar ayda olmayıblar. Təksib edirlər. Hələ qüdrəti çatmır, bəşər ora gedib çıxaq. Hansı ki, peykimizdir, bizim peykimizdir. Yer kürrəsinin peykidir, o planet deyir. Bir dənə peykidir, bir daşdır ki, göydə hərəkətlədir. İndi, Allah təbarəkə və təala elə qüdrət verdi ki, o ayı böldü Həzrət Rəsul Əkrəm Allahın izni ilə. Allah təbarəkə və təalanın izni ilə o ay bölündü. Bəli. Qur'an-ı Kərimdə də ayə vardı. Mən bunları özümdən demirəm. Qur'an-ı Kərimdə ayə-i şərifədə buyurur ki, İqtərəbətis saatu və şəqqəl qəmər. Qiyamət günü yaxınlaşdı. Niyə görə? Çünki munşəq oldu qəmər. Qəmər bölündü, ay bölündü. Bu Peyğəmbərimizin möcüzatlarından biridir. Amma bunların hamısının başında Qur'an-ı Kərim durur ki, əhli elmidən ötürü, əhli elm oxuyanda biləcək ki, bəli, bu bəşər sözü deyil. Bunu bəşər ağlı bura işləməz. Ola bilməz. Bir bəşər tapıla ki, o ağlı bu əndazədə ola belə bir kitab yazar. Mümkün deyil. Çünki əllamə-i dəhrilər olublar. Nə qədər o deyərlər, tarixdə ən böyük alimlər ki olublar, onların yazdığı əsərlər göz qabağındadır. Hamının əsərləri Aristoteldir, Əflatundur,
sonra nə bilim Yunan alimləridir. Ondan sonra gələk bizim alimlərimiz Əbu Əli Sinadır, başqalarıdır, hamısının Tusidir, filan kəsdir ki, dahilər ki vardı ki, yeganədirlər, dünya miqyaslı qəbul olunan şəxslərdir. Onların hamının əsərləri göz qabağındadır. Bütün tarix boyu. Elə Tövrat da bu cürədir, İncil də bu cürədir, Zəbur da bu cürədir. Onlar hamısı Allah tərəfindən nazil olubdur. Amma Qur'an-ı Kərim tamamilə bir kitabdır ki, Peyğəmbərimizin möcüzatından sayılır. Ağıllı adam baxanda görəcək ki, bu bəşər qüdrətindən çox xariqül-adə bir kitabdır. Bunu bəşər yaza bilməz. Salavat zikr edək. Bu Allah Təbarəkə və Teala'nın şəhadəti. Amma və mən indəhu ilmül kitab kimdir? Kimdir bu kəsi ki, ikinci tərəf durur? Yəni şəhadətə iki nəfər adam istəyər, iki nəfər kəs istəyər. Biri Allah Təbarəkə və Teala'dır, Peyğəmbərin Peyğəmbər olmaqlığına dəlil Allah Teala'dır. İkincisi kimdir? İkincisinin haqqında müfəssirlər bəzi rəylər yazıblar. Birinci rəyi ki, mən heç demirəm, niyə görə? Çünki lazım deyir, çünki batil bir fikirdir. İkinci rəy, o da düz deyir, amma qoy deyim o ikinci rəyi. Deyirlər ki, elmi kitabdan ki, və mən indəhu elmül kitabdan haman o kəslərdilər ki, Yahudilərin və Nəsaralın alimləridir. Ki, onlar kitaba elmləri var idi. Misal üçün, nə kimi? Abdullah ibn Səlam kimi. Ki, Abdullah ibn Səlam Yahudilərin ən böyük alimlərindən idi. Və öz kitablarında, Tövratıda oxumuşdu, Peyğəmbərin nişanələrini bilirdi. Vəcih bir adam idi. Hamı ona müraciət eləyərdilər, ayağının altına qızıl tökərdilər. Belə bir adam idi. Amma tüm Peyğəmbər Xuda sallallahu aleyhi və səlləm gəldi, yetişdi Mədinə-i Münəvvərəyə. Mədinəyə gələndən sonra bu alim baxdı, gördü ki, haman o nişanələri ki, Tövratda yazılıb, hamısı Peyğəmbər Xudanın vücudunda vardı. Gəldi, Peyğəmbərə iman gətirdi. Bütün sərvətindən əl çəkdi. Hər bir şeyindən əl çəkdi, gəldi, Peyğəmbərə iman gətirdi. Deyirlər ki, bu adamdır. Deyirlər, Abdullah ibn Səlamdır. Abdullah ibn Səlamdır ki, kitabın elmi onun yanındaydı. O gəldi, neynədi? Peyğəmbərə iman gətirdi. Amma bu söz düz deyil. Bu söz düz deyil. Bu təfsir düz təfsir deyil. Niyə görə? Salavat zikrindir. Ona görə düz təfsir deyil ki, bu ayə-i şərifə Rə'd surəsindədir və Rə'd surəsi nazil olubdur Məkkədə, Məkki ayələrdəndir. Və yəqulullezine kəfəru, kafir olanlar dedilər, deyirlər səndən ötürü ki, sən Peyğəmbər deyilsən, yəni müşriklərin müqabilində, Məkkə müşriklərinədir bu xitab. Xitab Məkkə müşriklərinədir. Amma Abdullah ibn Səlam Mədinədə iman gətiribdi, hicrətdən sonra iman gətiribdi. Bu onun o hali, vaxtı, sazgarlığı yoxdur. Yəni uyğun gəlmir. Heç cürə uyğun gəlmir. Bəs kimdir? Başqa müfəssirlər. Üçüncü rəy. Üçüncü rəy bundan ibarətdir ki, Əbu Səid Xədəri Peyğəmbərin sahabələrindəndir. Amma sahabə olduğuna görə belə yox, özü də böyük bir alim idi. Peyğəmbərin zamanəsində yaşayırdı, Peyğəmbərin sahabəsidir. Əhl-i sünnə və şiə onu qəbul edirlər. Əhl-i sünnə də onu qəbul edir, əhl-i şiə də onun haqqında xoş rəyləri vardı. Əbu Səid Xədərinin haqqında. Peyğəmbər sahabəsidir, danışməndidir, alimdir. O deyir ki, mən getdim Həzrət Rəsul Əkrəm sallallahu aleyhi və səlləmin yanına, ərz elədim ki, ya Rəsulallah,
O ayə-i şərifə ki, Nəml surəsində vardı ki, Allah Teala buyurur: "Və qalellezî âteynâhu minel kitabı ilma." Dedi o kəsi ki, biz ona kitabdan bir elm vermişdik. O kimdir? Həzrət buyurdu ki, o mənim qardaşım Süleymanın vəziri Asif ibn Bərxiyadır. Qardaşım Süleymanın vəziri Asif ibn Bərxiyadır. Ərz elədim ki, ya Rəsulallah, bəs Rəd surəsindəki vardı və mən indəhu ilmül kitab, o kimdir? Həzrət buyurdu ki, o mənim vəzirim və qardaşım Əli ibn Əbi Talibdir. Həzrət Rəsul-i Əkrəm Əbu Said Xədəri belə nəql edir. Və bu rivayət təkcə Əbu Said Xədəridən deyil. Bunu İbn Abbas da nəql edir. Həzrət Səlman da nəql edir. Səid ibn Cübeyr də nəql edir. Muhammed ibn Hənəfiyyə nəql edir. Zeyd ibn Əli nəql edir. Başqa vasitələrlə hamısı nəql edirlər ki, bu və mən indəhu ilmül kitabdan məqsəd Əli ibn Əbi Talibdir. Və bunu təkcə şiə alimləri yox, elə əhl-i təsənnünün də alimləri, misal üçün Qurtəbidir, Suyutidir, Dəştəgi Şirazidir, Tərməzidir, bunların təfsirlərində vardı. Hamısı deyirlər ki, Əli ibn Əbi Talibin haqqındadır bu ayə-i şərifə. Və mən indəhu ilmül kitab Əli ibn Əbi. Kim olacaq, kimi axtarırsan ey müfəssir? Kimi axtarırsan? Bir nəfər ki deyibdi, Ənə Mədinətül elmi və Əliyyum babuha. Mən elmin şəhəriyəm, Əli onun qapısıdır, ondan başqa kimi axtarırsan? Lazımdır ki, gedib ora-bura baş vurasan. Düz demirəmmi? Sələvat zikr eləyək. İndi bu ağa əmirəl-müminin Həzrət Əli əleyhissalam şahiddir Peyğəmbərin Peyğəmbər olmaqlığına. Bu necə şahiddir? Həzrət Əli əleyhissalam necə şahiddir Peyğəmbərin Peyğəmbər olmaqlığına? Şəhadəti nə cürədir? Əgər biz bir dənə şəhərə gedək, bir şəhərə gedmişik, orada heç kəsi tanımırıq. Misal üçün, gedirik Məşhədə, elə deyil. Gedirik İmam Rızanın ziyarətinə. Biz orada İmam Rızadan başqa kimi tanıyırıq? Heç nə. Minlərlə, milyonlarla zəvvar vardı. Gedirik, daxil oluruq hərəmə. Görürük ki, cəmaat namazıdır. Dayanırıq, cəmaat namazında iqtida eləyirik, namaz qılırıq. Amma dərhaləti ki, imamın ədalətinin möhrəz olmaqlığı şərtidir. Gərək imam adil olsun. Tanıdığın adama iqtida eləyəsən, tanımadığın bir adama iqtida eləmək olmaz. Getmişsən şəhərə, görürsən ki, məsciddir, azan verilib. Girdin içəri, gördün cəmaat namazıdır. Nə imamı tanıyırsan, nə oradakı adamlardan birini tanıyırsan. Aya iqtida eləyə bilərsən? Niyə? Çünki imamı gərək tanıyasan. Amma bu halon ki, gedib biz iqtida eləyirik. Məşhəddə eləyirik, Nəcəfdə eləyirik, Kərbəlada eləyirik, bu işi görürük biz. Necə olur biz iqtida eləyirik? Çünki şəriət-i mütəhhərə buyurur ki, əgər gördün ki, mütməin şəxslərdən bir neçəsi iqtida eləyibsə, sən də elərsən. Mən də görürəm ki, orada məndən başqa bir 50 dənə, 100 dənə, 500 dənə əmmaməli dayanıbdır. Bir belə 50 dənə əmmaməli, 100 dənə əmmaməli, 500 dənə əmmaməli fasıq olmazlar ki. Elə deyilmi? Bunlar kimə iqtida eləyirlər? Bunlar o qabaqdakı bir yaşlı bir adama iqtida eləyirlər. Demək, onun ədaləti bunlardan ötürü möhrəzdir. Mən də onlara baxıram, nə edirəm? İqtida eləyirəm. Eynən bunun kimi. Ayı görməmişəm. Ayı 2 nəfər adil şəhadət verməyirdi. Amma görürəm ki, bütün el bayram eləyir. Hamı ayın görünməyindən danışır. Deyirlər ki, ay görükübdir, ayı görüblər. Mən də qoşuluram onlara, şiaya nə edirəm? Şia vardı.
yüzlərlə, minlərlə adam ayı görübdür. Məsələn, Bakıda görüblər, Lənkəranda görüblər, Gəncədə görüblər, Maşdağada görüblər, Nardaranda, Zabratda, Bilgədə, hər yerdə görüblər ayı. Buna deyərlər şia. Şia ki oldu, sən də nə edəcəksən? O cəmiyyətə tabi olub, o şiadan itminan gəlsə insana nə edəcəksən sən də? Burada elənsin. İndi sən belə, ikinci dəlilimiz. Sən bir nəfər alimi tanıyırsan, və görürsən ki, misal üçün Şeyx Ənsari, misal üçün Əl-Xuya ağa. Görürsən ki, Şeyx Ənsari ya Əl-Xuyi, bu alim gedib oturubdur bir nəfərin qarşısında, diz üstə ondan dərs oxuyur. Amma o dərsi verən adamı tanımırsan. Sən buradan nə anlayacaqsan? Bunu anlayacaqsan ki, bir kəsi ki, Əl-Xuya ağaya dərs deyir, demək o böyük adamdır. Görəcən kimdir? Çox böyük adamdır. Elə deyilmi? Şeyx Ənsariyə dərs deyən kim olar? İmam-ı Zaman olar da. Elə deyilmi? İndi Ağa Əmirəl-Müminin ki, gedir diz üstə oturur Həzrət Əli əleyhissalamın qarşısında, Ağa Əmirəl-Müminin ki, iqtida eləyir Peyğəmbər Xudaya, bir əli ki, ədalətin simvoludur. Bir əli ki, ədalətdən ötürü canın qoyubdur, ədalətlə yaşayıbdır, vücud-u mübarəki ədalətdir. Bir nəfər şəxsi ki, ondan şücaətlərin şəxs olmayıbdır İslamda. Bir Peyğəmbəri keçəndən sonra. Bir nəfər şəxsi ki, onun elminin həmtayı yoxdur Peyğəmbəri keçəndən sonra. Bir nəfəri ki, nəfsi Peyğəmbərdir. Bir nəfəri ki, Allah Teala'nın şiiridir. Bir nəfəri ki, Allahın qarşısında dayananda bütün bədəni yapraq kimi titriyir. Bir nəfərdir ki, Həzrət Əli əleyhissalam onun ayağından oxu çəkə bilmirlər ağrısından, amma Allah qarşısında dayananda gəlib ayağından oxu çəkib çıxardırlar. Bu cür nə bir şəxsiyyət Peyğəmbərin xidmətindədir, əbdidir Peyğəmbərin. Əbdidir Peyğəmbərə. Düzdür Peyğəmbər ona buyurur ki, ya Əli sən mənim qardaşımsan. Amma Həzrət Əli əleyhissalam ona nə buyurur? Deyir, ya Rəsulallah, mən sənin qulunam, əbdünəm. Xidmətində durur. Peyğəmbər əyləşən yerdə oturmazdı Əli əleyhissalam, ayaq üstə dayanardı. Ta inki Peyğəmbərdən əmr gəlməsəydə əyləşməzdi. Əyləşəndə də diz üstə oturardı Həzrət Əli əleyhissalam. Peyğəmbərin qarşısında həmişə diz üstündə oturardı Həzrət Əli əleyhissalam. Bu qədər ehtiram var idi onların arasında. İndi bu cür bir şəxsiyyət Həzrət Əli əleyhissalam, bu cür bir keyfiyyətli bir insan neynir? Həzrət Rəsul-i Əkrəmə əbd olur. Bu dəlil deyir Həzrət Rəsul-i Əkrəmin rəsul olmaqlığına. Və onu da deyim, Peyğəmbərin Peyğəmbər olmaqlığından ötürü üləma 5 dənə dəlil gətirib gəliblər. Onlardan biri də Ağa Əmirəl-Mümininin Peyğəmbəri Peyğəmbərliyini qəbul eləməklikdir. Çünki Əmirəl-Müminin ki, ədalətin simvoludur, o Peyğəmbərin Peyğəmbərliyini qəbul elədiyinə görə deyirlər Peyğəmbər. Dəlillərdən biri Həzrət Əli əleyhissalam, biri Xədicə Kübra salamullah aleyhadır ki, iman götürür. Baxın, bu dediyim sözlər mən özümdən demirəm. Mirzə Əbdülkərim ağanın bir İrşad-ül Mütəhayyirin adlı bir kitabı vardı. Haman o İrşad-ül Mütəhayyirində mənim bu dediyim sözlər yazılıbdır. Səlavat zikr eləyək. İndi Asif ibn Bərxiya ki var idi ki, Asif ibn Bərxiyanın Ağa Əmirəl-Müminin onda da elmi kitabdır, bunda da elmi kitabdır. Amma onda nə elmi kitabdır? Bir səlavat zikr eləyək, mən onu oxuyum. Allah Teala buyurur ki, Həzrəti Süleyman oturmuşdu taxtında. Dedi, Nəml surəsinin 38-ci ayəsindən oxuyuram. Qalə, dedi Həzrət Süleyman, ya eyyuhəl mələu, ey xidmətçilər,
Oturmuşdu taxtında, bir tərəfdə cinnilər dayanıb, bir tərəfdə ifritilər dayanıb, bir tərəfdə insanlar dayanıb, bir tərəfdə belə dayanıblar. Hamısı da Həzrət Süleymandır da, onun padşahlığı bir başqa padşahlıq idi. Quşlar, nə bilim, heyvanat hamısı ixtiyarında idi. Bəs qalə, ya eyyuhəl mələu, eyyukum yəətini bi ərşiha. O, Bilqeysin ərşini hansı biriniz gətirə bilərsiniz? Qəblə ən yətuni muslimin. O mənə gəlib təslim olmamışdan qabaq, hansı biri çıxıb da, Səba şəhərindən çıxıb Bilqeys gəlir. Gəldi, Hudhud xəbər verdi ki, bəs Bilqeys çıxıbdı, gəlir. İndi ki, Bilqeys çıxıbdı, gəlir, deyir, onun ərşini gətirin, gəlin. Ərş yəni taxt. Taxtını gətirin, gəlin. Böyük bir taxtı var indi onun. Allah Teala buyurur ki, qalə ifritun. Orada minəl cinni. Cinnidən bir dənə ifrit var idi. İfrit nə demək? İfrit yəni div bizim sözdən deyəndə. O nağıllarda div oxumuş da uşaqlıqda. O div ki deyərlər, haman divə ifrit deyər ərəblər. Demək o nağıl deyir, əfsanə deyir, həqiqəti var. Çünki Quran buyurur. Belə bir şeylər vardı həyatda. Qalə ifritun minəl cinni. Cinnilərdən bir dənə ifrit var idi orada. O dedi, Ənə atikə bihi qəblə ən təqumə min məqamik. Sən yerindən durmamışdan, yəni bu iclas dağılmamışdan qabaq, mən sənin üçün onu gətirib gələrəm. İclasda indi burada Həzrət Süleyman bir saat oturacaq, yarım saat oturacaq. Və inni aleyhi ləqaviyyun əmin. Mən bu işdən ötürü həm əminəm, yəni qoymaram ki, o taxtın bir dənə taxtası da yerə düşsün. Ləqaviyyum və qəviyyəm bu işdən ötürü. Mən onu çox asanlıqla gətirib gələrəm sənin üçün. Elə bil ki, Həzrət Süleymandan ötürü bu bir az çətin oldu. Necə olur? Yəni, ifrit deyir bu sözü, insanlardan heç kəs deyə bilmir. Odur ki, Allah Teala buyurur, Qələl-ləzi indəhu ilmun minəl kitabı. Amma o kəsi ki, kitabdan onda bir elm var idi, o dedi. Haman onu Peyğəmbər buyurur ki, o Süleymanın vəziri Asif ibn Bərxiyad. Ənə atikə bihi. Mən onu gətirib gələrəm sənin üçün. Qəblə ən yərtəddə iləykə tərfuk. Gözün micə vurmamışdan qabaq. Bu sözdən sonra micə vurmaq nə qədərdir? Bir saniyə çəkməz. İndi bu sözü deyən kimi Çünday Asif ibn Bərxiya bu sözü deyibdi. Deyir ki, birindən soruşdular ki, ağa bəs alullah nə deməkdir? Deyir ki, alullah o deməkdir ki, bu dağa deyəndə ki, ay dağ qalxcına, dağ qalxar. Gördülər, dağ qalxır. Dedi, sənlə döyürəm, bunlara misal vururdum. İndi bu Asif ibn Bərxiya da deyəndə ki, ənə atikə qəblə ən yərtəddə iləykə tərfuk, gözbümüzə vurmamışdan qabaq mən gətirib gələrəm da ehtiyac yox idi desin ki, ay taxt gəlginən, taxt hazır oldu. Taxt hazır oldu Həzrət Süleymanın qabağında. Fələmmə rəahu müstəqirrən indəhu qalə haza min fazli Rəbbi. Gördü ki, Həzrət Süleyman müstəqir idi qabağında haman taxt. Taxt gəlibdi. İndi bu bir dənə elmi olan bir şəxsiyyətdir. Bir dənə elmi var idi. Misal üçün bu kitabın içərisində minlərlə elm vardı. Milyonlarla elm vardı. Qur'andır bu. Milyonlarla elm vardı. Milyardlarla hesapsız elm vardı. Bir ümmandır ki, dərinliyi hələ də kəşf olunmayıbdır bu Qur'anın. Bir ümmandır. Dərinliyi kəşf olunmayan bir ümmandır. Bu kitabdan bir dənə elm verilmişdi Asif ibn Bərxiyaya, onu gətirdi, gəldi. Gör, indi kitabın elmi bir nəfərin yanında olsa nə olar? Ağa Əmirəl-Mümininin nə elmi vardı? Əyləşmişdi Dəkkə-i Qəzada. Dəkkə-i Qəza o Küfədə bir yerdir ki, orada həmişə oturardı, gündə müəyyən saatlarda cəmaat müraciət eləyərdilər, hökm-i şər'ini onlara deyərdi Ağa Əmirəl-Müminin. Əyləşmişdi orada, gördü ki, bir dənə qızı
məzlumanə halda bir neçə dənə qardaşı gətirib gəlirlər, qız fəryad edir, qardaşlar da əsəbiləşibdir, narahatdılar. Gəldilər, ya əmirəl-müminin, bir dənə sən bizə kömək eləyə bilərsən. Bu qız əlini Qur'ana basır, Allaha and içir ki, mənə bir nəfər olsun belə toxunmayıbdır. Amma bunun qarnında uşaq var, böyüyübdür, uşaq var. Ya bu necə olur? Həzrət Əli əleyhissalam buyurdu ki, bir təşt hazır eləyin, bir təşt gətirdilər, gəldilər bir tas, vanna. Bir təşt hazır eləyin, bir təşt gətirdilər, Həzrət pərdə çəkdirdi, qıza dedi ki, əlini uzatdı belənçiyinə bir dənə buz, Ərəbistanın istisi, bir dənə buz əlində. Həzrətin hazır oldu, verdi ona, dedi ki, apar, otur üstündə. Oturdu, qarnından bir qurt düşdü. Dedi, filan vaxt, filan yerdə, filan çayda sən paltar yiyordun. Orada qurt balaca idi, daxil olub qarnıva böyüyübdü, inkişaf eləyibdi. Salavat zikr eləyib. Bəli, Ağa Əmirəl-Müminin möcüzatı belənçiyinədir. Həzrət Əli əleyhissalamın elmi budur. Elminin hələ bir zərrəsidir ya. Ağa Əmirəl-Müminin buyurur ki, Səluni qəblə ən təfqiduni fə inni a'ləmu beturuqus səmai min turuqil ərz. Soruşun məndən nə qədər ki, məni aranızdan faqid olmuyormuşam, itirməmişsiniz məni. Çünki mən həqiqətən göyün yollarına, yerin yollarından daha yaxşı bələdəm. Göyün yolları bilirsiniz nə qədər mürəkkəbdir. Sadəcə bir dənə elə avamı bir misal vurum. Yerdə yolla gedirsən, cırğa var, maşın yolu var, asfalt var, nişanlar var. Hələ bunlar olmaqla belə cırğa var, asfalt var. Bir nişanlar da qoyublar ki, misal üçün Maşnağa bu tərəfdədir, Bilgə bu tərəfdədir, nə bilim Moskvaya bu cürünə getməlisən, nömrələr vurublar, filanlar. Bunlar vardı yer kürrəsindəki insan gəzməkdən ötürü yer kürrəsini. Və bəzən də görürsən, cəmaat çaşır. Bunu uzaq yollara gedənlər daha yaxşı bilərlər ki, görürsən, səhv yol getdi, bir 200 kilometr səhv yol gedib, qayıdır, təzədən gəlir, düşür yoluna. Niyə görə? Çünki bir dənə nişan olmayıbdı və səhv gedibdi. Yerin yolları bu cür nədir? Cırğa var, nişan var. Göydə nə cırğa var, nə nişan var. Heç bir şey yoxdur. Göyün qapıları var, göydə yol getmək lazımdır. Bunu hələ təyyarə sürənlər yaxşı bilərlər ki, o təyyarələrini necə istiqamətləndirirlər. Nə qədər mürəkkəbdir göyün yolları. Toqquşmasın, filan olmasın, filan olmasın. Bunlar vardı. Göydə bir anda dünyanı götürsək, əgər bir dənə baxsaq ki, bir anda nə qədər təyyarə uçur göyün üzərində. Eyni vaxtda görürsən ki, biri Naxçıvana gedir, biri Gəncəyə gedir, biri Lənkərana gedir. Hələ mən öz respublikamızdan danışıram. Biri Tehrana gedir, biri Moskvaya gedir. Eyni vaxtda bunlar niyə heç deymirlər bir-birlərinə? Çünki bunların yolları vardır. Ağa Əmirəl-Müminin buyurur ki, və inni a'ləmu beturuqis səmai min turuqil ərz. Ağa Əmirəl-Müminin kimdir? Ağa Əmirəl-Müminin elmi bir elmidir ki, o elmidə Allah təbarəkə və təala bir qüdrət qoyubdur ki, təsərrüf eləsin. Təsərrüf eləməklik qüdrəti qoyubdur yerdə və göylərdə. Yerdə və göylərdə təsərrüf eləmə qüdrəti qoyubdur. Ki, Ağa Əmirəl-Müminin təsərrüf eləyə bilər təkviniyyatda. Çox mühüm bir məsələdir. Təkviniyyatda təsərrüf eləməklik, bir kəsin qüdrəti olmaz buna. Salavat zikr eləyək Peyğəmbər xatirinə. Allah təbarəkə və təala bizi Ağa Əmirəl-Müminin vilayətində sabit qədəm eləsin. Gələn günlərimizi xeyr eləsin inşallah. Bin nəbiyyə və alihil kiram və bil Fatihə məs.